Oktyabrın 31-də Azərbaycanda ilk dəfə olaraq Bakı Təşəbbüs qrupunun təşkilatçılığı ilə Belçikanın müstəmləkə keçmişinə və onun bugünə qədər davam edən ağır fəsadlarına həsr olunmuş Belçika müstəmləkəçiliyi, tanınma və məsuliyyət adlı beynəlxalq konfrans keçirildi. Konfransda Belçikanın keçmiş müstəmləkələri, Kongo Demokratik Respublikası, Ruanda və Burundidən olan nümayəndələr, diplomatlar və rəsmi şəxslər iştirak etdilər. Ümumilikdə tədbirə 8 ölkədən beynəlxalq hüquq üzrə ixtisaslaşmış mütəxəssislər, tarixçilər, tədqiqatçılar, vətəndaş cəmiyyəti fəalları və reparasiya üzrə ekspertlər Belçikanın müstəmləkə dövründə törətdiyi cinayətləri, onun neokolonial siyasətini və müstəmləkəçilikdən irəli gələn kompensasiya məsələlərini müzakirə etdilər. Post-müstəmləkə ölkələrinin Bakı Təşəbbüs qrupu çərçivəsində bir araya gəlməsi Belçikanın müstəmləkə siyasətini müzakirə etmək üçün böyük imkandır. Mən Ruandalıyam. Bizim ölkəmiz Belçikanın müstəmləkəsi olub. Onun fəsadlarından biri insanların öz milli kimliyini itirməsi idi. Ruandalılar birləşdi və Tutsilər, Hutular və digərləri parçalanmaya son qoydular. Forumdan gözləntim odur ki, bəlkə Belçika öz əməllərini etiraf edər. Xüsusilə Tutsilərə qarşı soyqırıma görə məsuliyyəti üzərinə götürər. BMT-nin 2019-cu ildə dərc etdiyi hesabatda Belçikanın keçmiş müstəmləkələrinə vurduğu zərərlərlə bağlı faktların araşdırılması, arxivlərin açılması və təzminat ödənilməsi tövsiyə olunur. Hesabatda Kongo Demokratik Respublikası üçün 500 milyard avro, Burundi üçün isə 36 milyard avro həcmində reparasiya tələbi irəli sürülüb. Beynəlxalq konfrans çərçivəsində bir neçə panel müzakirə təşkil olundu, geniş fikir mübadiləsi aparıldı. Bildiyiniz kimi müstəmləkəçiliyin bir neçə növü var. Fransız, İngilis, Portuqal və Belçika müstəmləkələri bir-birindən fərqlənir. Hər bir növ müstəmləkəçilik üçün ayrılıqda görüşlərin təşkil edilməsi vacibdir. Əgər hər hansı bir ölkə əvvəl müstəmləkə olubsa, indi isə neokolonial ölkədirsə, onların özlərini ifadə etməsi və bundan çıxış yolu tapması çox çətindir. Düşünürəm ki, Bakı Təşəbbüs qrupu bu baxımından vacibdir. Bütün Konqolular burada olmaqdan məmnundurlar. Ümid edirəm ki, bu forum kolonizasiya və neokolonializasiyaya qarşı mübarizədə yeni dövrün başlanğıcı olacaq. Kongo hazırda da qərb ölkələrinin, Belçika, Amerika Birləşmiş Ştatları, Fransa, Almaniya və digərlərinin təsiri altındadır. Bura Afrika ölkəsinin azadlıq uğrunda hərəkatının başlaması məkanı ola bilər. Əgər Kongo azad olarsa, bütün Afrika azad olacaq. Çünki Kongo Afrikanın ən böyük, ən zəngin ölkəsidir. Bəlkə də dünyanın ən zəngin ölkəsidir. Hörmətli media mənsubları, bildiyiniz kimi bugün paytaxtımızda Bakı Təşəbbüs qrupunun təşkilatçılığı ilə Mərkəzi Afrika ölkələrində, əsasən də Kongo Demokratik Respublikasında, Burundidə, Ruandada törədilmiş qəddar kolonial cinayətlərə həsr edilmiş beynəlxalq konfrans keçirilir. Konfransımızda sözü gedən ölkələrdən diplomatlar, elm xadimləri, tarixçilər, ekspertlər və media nümayəndələri də iştirak edirlər. Bildiyiniz kimi Bakı Təşəbbüs qrupu son 2 ildir fəaliyyətə başlayıbdır və son 1 ildə biz fəaliyyət istiqamətlərimizi genişləndirmişik. Belə ki, dekolonizasiya prosesinin mühüm hissəsi olan reparasiyalar mövzuları çərçivəsində biz artıq beynəlxalq layihələr həyata keçirməyə başlamışıq və beynəlxalq konfranslar təşkil edirik. Qeyd edək ki, Bakı Təşəbbüs qrupu beynəlxalq hüquq çərçivəsində Belçikanın keçmiş müstəmləkələrində törətdiyi cinayətlərə görə kompensasiya tələbinin beynəlxalq səviyyəyə çatdırılması və bu mövzunun beynəlxalq təşkilatların gündəliyə salınması istiqamətində iş aparır.